Mənzurə Musayeva. Mən bu günlərdə Mənzurə Musayevaya dedim ki, bir həkimə müraciət et yaddaşla bağlı. Hansı sualı verirlər, yadımdan çıxıb. Kimi soruşurlar, o ölməyib, sağdır, o ölməyib. Mənzurə xanım Musayeva hamını öldürüb. Türkiyədə ümumiyyətlə müğənni qalmayıb, hamısını bir-biri öldürüb. Yox, üzr istəyirəm. Hamısını sağ qalıb. Dünyasını dəyişəni deyir sağdır, ölənə deyir. Fərqli fikirlər söyləyir də. Bir fikir söyləyib yenə də, münasibət mən də bildirməliyəm. Deyib ki, onun kimi nişiyə qızıl taxmıram. Görə kimə deyir Mənzurə xanım? Ay Mənzurə xanım, Samirə Yusif qızına söz atmayıb da, sadəcə olub deyib ki, mən onun kimi nişiyə kimdənsə qızıl alıb, ya mağazadan, ya hardan qızıl mağazasından qızıl alıb taxmıram da. Təbii ki, mən də milli nöqtəza istinad edirəm. Atmacadır. Bu atmacadır da. Mən də belə kimdənsə nəsə alıb barmağıma geysəm, qulağıma, kimsə desə ki, mən Sara kimi borca alıb, nəmlisiyə alıb, kimdənsə alıb geyinmirəm. Təbii ki, o mənə söz atır da. Mən heç vaxt nisiyə qızıl almamışam. Ya varımdırsa taxmışam, yoxumdursa heç kimdən nə istəməmişəm, nə paltar, nə qızıl, brilyant istəməmişəm. Allaha şükür olsun ki, az da olsa varımdır. Özümün xoşuna gələnləri ala bilirəm. Təbii ki, ay Mənzurə xanım, ay Mənzurə xanım. Alır, pulunu verir də. Burada nə var ki, hamımızda belə hallar olub, bunları yaşanmışıq. Məncə həmkara belə kəskin ifadələr demək olmaz.